Salam əziz həmkarlar. ABC Akademi sınaq üçün izahına baxırıq. Şəkildə verilən orqanoid haqqında hansı fikir yanlışdır? Bu hansı orqanoiddir? Golgi kompleksi. Kanal və boşluqlarında lizosom formalaşır, düzdür. Hüceyrə membranın yenilənməsində iştirak eləyir, düzdür. Membran üzərində yağ və karbohidratlar sintezi olunur, düzdür. Bir membranlıdır, düzdür. Membran üzərində ribosomlar yerləşir. Bax, bu səhv fikirdir. İnsanın hansı hüceyrələrində mitoz prosesi baş versə də sitogenez prosesi baş vermir. Yəni, sitoplazma bölünmür. Deməli, bu nədir? Çox nüvəli. Buradan baxırıq. Çox nüvəli hansıdır? Ennozolaqlı əzələ hüceyrəsi. Y bəndi. Yəni, mitoz baş verir, nüvə bölünür, amma sitoplazması bölünmür. Deməli, çox nüvəli olur. Bu da ennozolaqlı əzələ hüceyrəsi. DNT molekulunda iki qat hidrogen rabitələrinin, iki qat hidrogen rabitə adenin və ya timindir. Yəni, adeninlə timinin arasında yerləşir də, bunun sayına bərabərdir. Karbohidratların və fosfat turşu qalıqlarının cəmi 4830-dur. İki qat hidrogen rabitəni də x-lə işarə eləyirəm. Üstə gələk karbohidratları da x-lə işarə eləyirəm. Üstə gələk fosfatı da x-lə işarə eləyirəm. Bərabər eləyirəm 4830-a. Buradan 3x bərabərdir. 4830. 4830-u bölürəm 3-ə. Tapıram ki, mənim x-im 1610-dur. Yəni, 1610 mənim burada 2 qat hidrogen rabitəm var. 1610 mənim burada karbohidratım var. 1610 mənim burada da fosfat turşusunun qalıqlarının cəmi var. Deyir, bu molekulda, sonunu oxumadım. Üzrlə hesab eləyin. Deməli, bu DNT molekulunda adenin azot əsaslarının sayı 230 olarsa, bizə verib də onsuz da 2 qatının sayını 230. Yenə deyirəm, arxasını oxumadıq deyə, başlanğıcını oxuduq deyə, başlanğıcı səhv etdik. Baxın, siz bilirsiniz ki, 2 qat hidrogen rabitə adeninlə timinin arasında baş verir. Əgər azot əsasının sayı 230-dursa, deməli, 2 qat hidrogen rabitənin sayı 230-dur. Təzdən yazın, 230 üstə gələk. Karbohidrat da x-lə götürün, fosfatı da x-lə götürün. X bərabərdir 4830. Buradan da 2x bərabərdir 4830-dan çıxın 230-u. Deməli, 4830 çıxıram 230. Yerdə qalır 4600. X də bərabərdir 4600-ü bölürsünüz 2-yə, tapırsınız 2300. Deməli, sizin 2300 var karbohidratınız, var fosfatınız. Yəni 2300 elə nukleotidiniz var. Çünki hər bir nukleotiddə bir dənə karbohidrat, bir dənə də fosfat olur. Deməli, mənim 2300 nəyim var? Nukleotidim. İndi məndən hidrogen rabitəsi. Ümumi hidrogen rabitəsi bərabərdir. Ümumi nukleotidlər üstə gələk guanin. Mən bilmirəm axı guanin nə qədərdir. Əgər mənim adenim 230-dursa, mənim timinim də 230-dur. 2300-dən çıxıram. 2300 çıxaq 230 adenin, 230 timin. Yerdə qalır 1840. 1840-ın yarısı 920-si guanindir, 920-si də sitozindir. Ümumi nukleotidim nə qədər idi? 2300. Düsturda qoyuram yerinə 2300, üstə gələk 920 guanin. 0, 2, 9-un üstünə 3, 12, 2 yazaq bir yadda, 2, bir də yadda 3. Bu deyir 3220. A variantı. Daha sonra mən dedikcə özünüzdə bircə qeyd aparın ki, yaza biləsiniz. Şəkildə meyoz bölünmənin müəyyən fazası göstərilmişdir. Bu canlının somatik hüceyrəsində xromosom dəsti nəyə bərabərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 2-ni 8-ə bərabərdir. Bu deyir A variantı. Şəkildə hansı rəqəmlə verilmiş maddələrin monomerləri monosaxaritlərdir? Mən burada nəyi tapmalıyam? Glikoziya aid olanı tapmalıyam. Məndən deyir monosaxaritlərdir. Məsələn, baxın, burada 5 lipiddir. 1 zülaldır, 2 də zülaldır, 3 də zülaldır, amma 4 burada nədir? Karbohidratdır. Onun da maddələri, monomerləri nədir? Monosaxaritlər. Deməli, 5-ə də aid oldu. D bəndi. 6-da.
Şəkildə verilən reaksiyada birinci fermentin quruluşunda dəyişiklik verilmişdir. Bax, bu birinci fermentdə. Əgər birinci fermentdə dəyişiklik verilərsə, bax, bu K-nın əmələ gəlməsi pozulacaq. Birinci fermentdən nə əmələ gəlir? Üçüncü ferment. Yəni, buradan F-in də əmələ gəlməsi pozulacaq. Birdə dəyişiklik olub, baxı. Deməli, bu da olur K ilə F. A variantı. DNT molekulunda olan sitozin azot əsaslarının cəmi M. Sitozin bərabərdir M. Adenin azot əsaslarının cəmi də N. Adenin də bərabərdir N olarsa, nə deyir? Hidrogen rabitəni. Mənim belə bir düsturum var. Hidrogen rabitə bərabərdir. Ümumi nukleotidlər üstə gələk guanin. Məsələn, mən ümumi nukleotidlərim var. Guaninimi nə ilə işarə eləyə bilərəm? Sitozinlə istozinim M-dirsə, deməli guaninim də M-dir də. Yəni, bu da olur ümumi nukleotidlər üstə gələk nə? M. Amma burada mənə N-ə adenini verib. Ona görə bu düsturdan yazmıram. Hidrogen rabitəsi bərabərdir 2 adenin, üstə gələk 3 guanin düsturu var. Məsələn, burada 2 adenin, adenini nə ilə işarə edib? N-lə 2N, üstə gələk guanində M-lə 3M. Deməli, burada bax, 5-i yaza bilərəmmi? 3M üstə gələk 2N. Məsələn, birinciyə baxıram. M nə idi? Sitozinin üzərinə adenin gəlməklə mən hidrogen rabitəmi tapa bilmərəm, çıxıram. Üçüncüyə baxıram 2M. 2M nədir həmkarlar? 2M sitozin azot əsaslarının cəmi M-dir. Yəni, burada sitozini də M götürüb, guanini də M götürüb. Bəli, 2M üstə gələk. Adenin azotlu əsasların cəmi. Adenin nədir? N, onda timin N-dir. Yəni, 2M üstə gələkən ümumi nukleotidlər eləyir də. Ümumi nukleotidlər üstə gələk guanin düsturundan. Bunu guanin də yaza bilərsən, sitozin də yaza bilərsən. Bu ümumi nukleotidin yerinə elə bir adenin üstə gələk guanin, üstə gələk sitozin, üstə gələk timin yazıb da. Ümumi nukleotidləri yazıb. Üstə gəl bir də sitozin qeyd eləyib. Düsturumuz budur da. Ümumi nukleotid deyəndə adenin, guanin, sitozin, timin üzərinə bir dənə də sitozin və ya guanin gəlirik. Burada da adenin N-dir deyə adeninlə timini işarə eləyib 2N, guanin də M-dir deyə guaninlə sitozin də işarə eləyib 2M. 2N üstə gələk 2M, üstə gələk sitozin. Deməli 3 də düzdür. Daha sonra ikinciyə baxıram. M nə idi? Sitozinin üzərinə 2 adenin gəlməklə tapa bilmərəm. Dördüncüyə baxıram. Bu mötərəzənin içində mənə ümumi nukleotid verməlidir. O da vermir. Deməli, cavabım oldu 3-dən 5. B bəndi. 2 qat mayalanmada 30 ədəd qamet iştirak eləmişdi. Aha. Mayalanmada gedən rüşeym kisələrinin əmələ gəlməsi zamanı neçə mitoz bölünmə baş vermişdi? Ümumilikcə 7 dənə mitoz bölünmə baş verəndə 3 dənə qamet iştirak eləyir. 1 dənə yumurta hüceyrə, 2 dənə sperm və 30 qamet olarsa neçə mitoz bölünmə baş verəcək ki? X də bərabərdir. 7-ni vurdun 30-a, böldün 3-ə, bu da elədi 70. D variantı. Lizosomlardan maddələr mübadiləsinin neçənci mərhələsində iştirak edir? Lizosom maddələr, lizosom həlledici, parçalayıcı. Bu bir dənə hazırlıq mərhələsində iştirak eləyəcək. A variantı. DNT molekulunda adenin və guanin azot əsaslarının cəmi M-dir. Bu molekulda sintezi zamanı ayrılan su molekullarının cəmində neçə proton var? Bax, adenin və guanin azotu əsası M-dirsə, deməli sitozin və timin də M-dir. Bu da eləyirmi 2M. 2M ümumi nukleotiddir. Ondan molekul dediyi üçün çıxacam 2'yi, suyun molunu tapacam. Bunu da vuracam 10'a, hidrogen nəyi tapıram? Protonun sayını tapıram. Bu da elədi B variantı. Fotosintez prosesinin gedişinə təsir edən xarici amillərə aiddir. Klorofilin miqdarı daxili amildir. Bitkinin yarpaq ağacıqlarının sayı daxilidir. Fermentin miqdarı daxilidir. Fotosintez gedən səthinin sahəsi daxilidir. Amma karbon qazının miqdarı xarici amillərə aiddir. Bir DNT molekulunun tərkibində 2 ədəd oksigen olan azotlu əsas olmazsa, adeninimdə oksigen yoxdur, timinimində 2 dənə oksigen var. Molekulumda əgər timin yoxdursa, deməli adenin də yoxdur. Onda mənim molekulum guanin və sitozindən ibarətdir. Bu da eləyir 2/8. Elə 8-i də kodlaşdırır. Çünki mənim DNT-imdə stop ATT-dir, ATS-dir, bir də AST-dir. Əgər molekulumda adeninlə timinim yoxdursa, deməli stop kodlarım yoxdur. 8 növ tripletim var, 8-i də kodlaşdırmada iştirak eləyir. Bu da elədi B bəndi. DNT molekulunun ikinci zəncirinə komplementar olan
məlumat rentəyə uyğun gələn əvvəlcə məlumatı, sonra nəqliyyatı. Bax, ikinci zəncir budur. Bundan məlumat. Timinin qarşısında adenin, guanində sitozin, sitozində guanin. İndi bundan da nəqliyyat. Adeninin qarşısında urasil, sitozində guanin, guanində sitozin. Birincini tapdım ki, birinci urasil, guanin, sitozindir. Elə A variantına baxıram. Bir dənə buradadır. Deməli, sıralama da elə gedir. İlanın yumurtalığının yetişmə zonasına daxil olan hüceyrələrin bölünməsi zamanı əmələ gələn Y cinsi xromosomlu qametlərlə Y cinsi xromosomlu yönəlci cisim cins sayı bərabərdir. Deməli, mənim qametim Y-dir ki, mənim Y-im bərabər olub. Yəni, qametlə yönəlici cimcik bərabər olur bir dənəsi. Yerdə qalan 2 dənəmə X düşür. Bunu bu cür işarə elədim. Deyir, əgər yetişmə zonanın sonunda cəmi X cinsi xromosom daşıyan hüceyrələr 24 ədəd olarsa, alınan fərdlərin neçəsi erkək olar? Baxıram ki, bir dənə Y olanda 2 dənə X-im əmələ gəlir. Və 24 ədəd olubsa, neçə dənə Y-im var? X. X də bərabərdir. 24-ü 2-yə böləndə düşür 12. Mənim 12 dənə Y qametim var. Bunun da hamısı dişiyə başlanğıc verəcək. Çünki İlan heteroqametdir. XY dişidir, XX erkəkdir. Erkəyə başlanğıc vermək üçün qametimdə X olmalıdır. Mənim də 12 dənə Y qametim var. X qametim yoxdur. Erkəyə başlanğıc verən elə olur 0. Y variantı. ATF molekulunda olan fosfat turşu qalığı, 3 dənə fosfat turşu qalığım var. Və makroenergetik rabitələrin cəmi 30-dur. Mənim 2 dənə də makroenergetik rabitəm var. Bu ATF molekulunun sintezinə neçə kilojul enerji tələb olunur? Baxın, ümumilikcə belə deyək. ATF molekulu, bax 40 kilojul enerji olanda sintezinə. Məndə 3 dənə fosfat rabitəm olur, 2 dənə də makroenergetik rabitəm, cəmi 5 olur. Və cəmi 30-dursa, nə qədər sintez kilojul olub X? X də bərabərdir. Buradan 40-ı vururam, 30-a bölürəm 5-ə. Bu da eləyir, 3 dəfə 4-üm 12, 12-ni də 5-ə böləndə nə düşür? Deməli, 40-ı buradan vururam 30-a, bölürəm 5-ə. Bu da eləyir 240. Cavabım oldu B variantı. Bir polipeptid zəncirin translasiyası zamanı ayrılan su molekullarının sayı 166 olmuşdu. Yəni, M-2 bərabərdir 166, amma bir dənə polipeptid zəncir deyir. Ona görə M-1. M-1 bərabərdir 166, N də bərabərdir 167. Burada amin turşum var. Bunun zəncirin bir əvvəlindəki, bir də sonundakı bir peptid rabitə ilə birləşir. 167-dən çıxıram 2-ni, əvvəldən son. Yerdə qalan 165-i bir dənə, 2 dənə peptid rabitə ilə birləşir. Bu da eləyir məndə A variantı. Verilmiş hüceyrə orqanoidlərinin hansı sitoplazmadan membran vasitəsilə ayrılır? Mən membranları seçməliyəm. Məsələn, bax, ribosom membransızdır, hüceyrə mərkəzi də membransızdır. Lizosomdur, endodur, Golgidir, mitoxondridir, bunlar membranlıdır, D variantı. Zülal molekulunda 123 ədəd amin turşu olarsa, bu molekulunun tərkibində amin turşu qalıqlarının radikalsız hissələrindəki karbon qazı və oksigen atomları arasında cəmi neçə hidrogen rabitəl olar? 2n+1 düsturu ilə yazırsınız. Çünki mənim radikalsız hissəmdə hər bir amin turşusunda, bax, belə oksigen var, rabitə 2 dənə. Bir dənə sonuncuda bir dənə rabitə olduğu üçün üzərinə 1 gəlirəm. 2 vurulsun 123, üstə gələk 1. Bu da eləyir 2 dəfə 3-6, 246, üstünə də 1 gələndə 247. A variantı. Şəkildə göstərilənə məruz qala bilər. Baxıram ki, bu zülaldır. Zülala da aiddir selülaz, axırı aza ilə qutaran. DNT molekulunun sintezi zamanı ayrılan su molekullarında olan proton sayı 545.480-dir. Bölürəm ona, tapıram ki, 548 mol su ayrılıb. Molekul dediyi üçün üzərinə də 2 gəlirəm. Tapıram ki, 550 mənim burada nukleotidim var. Əgər bu molekulda 2 qat hidrogen rabitələrin sayı 120 ədəd olarsa,
Məndə 2 qat hidrogen rabitə adeninlə timin arasında yaranır. Adeninin sayını götürə bilərəm 120 və ya timinimin sayını 120 götürərəm. Məsələn, adenin də 120-dir, timin də 120-dir. Ümumi hidrogen rabitəm. Mən də bilirəm ki, məndə ümumi hidrogen rabitəm bərabərdir. Nukleotid üstə gələk guanin düsturundan istifadə eləyərəm. Axı mənim guaninim yoxdur. Ona görə 550 ümumi nukleotiddən adeninlə timini çıxıram. 120 adenin, 120 timin. Bu da eləyir 240. 550 çıx 240. Yerdə qalır 310 mənim nukleotidim. Bunun yarısı bölürəm 2-yə. 155'i olur guanin, 155'i de olur sitozin. Gətirib qoyuram zəncirdə, yəni düsturda yerinə. Ümumi nukleotid 550, üstə gələk 155. Gəlin hesablayaq. 550 üstə gələk 155, bu da eləyir 705. Cavabım oldu B variantı. Daha sonra deyir ki, bitki hüceyrəsində bilavasitə sitoplazma üzərində yerləşir. Bitki hüceyrəsində bilavasitə sitoplazmanın üzərində yerləşir. Sualı bir də baxam. Bitki hüceyrəsində bilavasitə sitoplazmanın üzərini örtür. Plazmatik membran debəndi. Homoloji xromosomlar biri-birinə yaxınlaşması meyozun birinci profazasında beş verir. A bəndi. Canlının iki somatik hüceyrəsində, iki somatik hüceyrəsi, mənim somatik hüceyrəm 2-dir. 2 dənə olanda olur 4-in. Və bir qametində, elə qametimdə N-dir. Xromosom sayı N-ə bərabərdirsə, yəni 5-in. Neçə autosom var? N-in qarşısındakı rəqəmi çıxırsan. N-5. Bu da eləyir D variantı. Eukaryot canlının somatik hüceyrəsində nüvə şirəsi sitoplazmaya qarışır. Nüvə şirəsi sitoplazmaya ha vaxt qarışa bilər? Yəni nə vaxt qarışa bilər? Əlbəttə ki, nüvə əriyəndə, nüvə qlafı əriyəndə bu harda əriyir? Profazanın sonunda D bəndi. Fotosintez etmək üçün hidrogen mənbəyi kimi hidrogen sulfitdən istifadə edir. Bax, hidrogen mənbəyi kimi hidrogen sulfitdən istifadə edir. H2S-dən. H2S-dən istifadə edən kükürt bakteriyasıdır. Hidrogendən istifadə edən qırmızıdır. H2S-dən də kükürtdür. Bu eləyəcək B bəndi. Zülalın təbii quruluşu bərpa oluna bilməz birinci quruluş, yəni peptid rabitə pozulanda. Bu da eləyir Y variantı. Fotosintez prosesi ilə bağlı doğru ifadələri müəyyən edin. Sərbəst oksigen işıq mərhələsində əmələ gəlir. Əlbəttə ki, doğrudur. Suyun parçalanması qaranlıqda yox, işıqda olur. Qaranlıq mərhələnin getməsi üçün işığın olması vacib deyil. Bəli, 3də doğrudur. Hidrogen protonları ATF sintetaza fermentinin kanalından daxili membranın daxilinə doğru keçir. Səhvdir. Bax, bu formada olur. Elektronlar xaricə toplanır, hidrogenlər daxilə toplanır. Yəni, hidrogen xaricə doğru keçir. Bax, belə. Deməli, 4 də səhvdir. Yalnız xloroplastlara, xloroplast yox, xlorofil dənələrinə 5 də səhvdir. İşıq mərhələsinin qranları, membranları müxtəlif tərəflərinə hidrogen protonları və elektronlar toplanır. 6 düzdür. Deməli, 1, 3, 6. Bu da oldu A variantı. Mitoz bölünmənin metafaza mərhələsində hüceyrədə 76 xromatid var. Metafazda 2-nin 4C xromatid düsturudur. 4C-in bərabərdir 76. C də bərabərdir 76 bir dəfə 36, o da eləyir 19. Neçə autosom xromosomu var? Bir dənə cinsini çıxıram, yerdə qalır 18 dənə autosom. Bu da elədi B bəndi. Zülalın sintezi zamanı əmələ gələn peptid rabitələrin sayı 50-də dolarsa, N-1 bərabərdir 50, N də bərabərdir 51. 51 amin turşum var. Zəncirin bir əvvəlini çıxıram, bir də sonunu çıxıram. Yerdə qalan 49 dənəsi 2 peptid rabitə əmələ gətirir. Zəncirin əvvəli və sonu bir dənə peptid rabitə olur. Bu da elədi D bəndi. Verilən əlamətlərdən hansı yalnız mitoz bölünməyə aid eləmək olar? Aha. Sonda əmələ gələn hüceyrədə xromosom sayı ana hüceyrədə olduğu qədərdir. 1. Sonda əmələ gələn hüceyrədə xromosom sayının 2 dəfə artması xeyir. Bölünmədən əmələ gələn hüceyrələrin uzun ömürlü olması düzdür. 3. Bölünmə və tərlərin yaranması hər ikisində yaranır. Karyogenezin baş verməsi bu da hər ikisində baş verir.
xromatidlərin qütblərə çəkilməsi, mitozda da, meyozda da xromatidlər qütblərə çəkilir. Burada cavab 1-dən 3-dür. Burada 4 nəsə səhvlik gedib. Cavabım 1-3-dür. Diploid çiçəkli bitkinin 2 yarpaq, 1 gövdə və 2 yarpaq, 1 yarpağım 2-dir. 2 yarpağım eləyir 4-in. 4-in üstə gələk. 1 köküm elə 2-in, 3 dənə gövdəm, 2-ni vursan 3-ə, bu da eləyir 6-in. Bərabərdir 144. İndi buradan topla. 4-ün üzərinə 2 gələndə, 6-nın üzərinə 6 gələndə 12. 144-ü böldüm 12-yə, tapdım 12. N də bərabərdir. Buradan tapıram 12. Bu bitkinin gövdə hüceyrəsinin bölünməsi zamanı metafaza mərhələsi də 2 xromosom, 4 xromatid qoyuram yerinə. 4 vurulsun 12. Deməli 48 dənə xromatidi var. 31 də oldu burada C variantı. 32. Yumurtalığın yetişmə zonasına daxil olan ilkin yumurta hüceyrədə xromosom sayı X-dirsə, bu zonanın sonunda əmələ gələn yönəlci cisimciklərdə xromosomların cəmi necə olar? Baxın, ilkin X-dirsə, mənə deyir, ilkini X-dir. Bunun sonunda da bunun yarısı qədər, yəni X bölünsün 2 qədər. Belə deyək, yönəlci cisimcikdə xromosom var. Bu da 3 dənədir də, vuracam 3-ə. Bu da eləyəcək 3x bölünsün 2. 3-ünü də 2-ə böləndə 1,5 B bəndi. Çünki sonda 3 dənə yönəlci cisimcik gəlir də ona görə. 180 nukleotiddən ibarət DNT molekulunda bütün nukleotidlər 4 ədəd rabitənin əmələ gəlməsində iştirak etmişdi. Bütün nukleotidlər 4 deyirsə, deməli, zəncirimin başlanğıcı guaninlə sitozindir. Çünki zəncirin başlanğıcı və sonunda guaninlə sitozin 4 olur. Ortada 5 olur. Hamısı 4-dürsə, mən onu ortaya götürə bilmərəm. Adeninlə timini də ortada götürəcəm. Çünki əvvəldə və sonda gələndə 3 rabitə əmələ gətirir. Mənə də deyir ki, bütünü 4-dür. Ona görə ortada da adeninlə timini götürdüm. İndi baxın, deyir, bu molekulun ikiləşməsi zamanı qırılan və əmələ gələn hidrogen rabitələrin cəmi neçə edər? Aha, məndə 180 nukleotid var. Bu 180 nukleotidin əvvəlcə nukleotidin sayını tapım. 180 nukleotidin 4-ü guaninlə sitozindir. Baxın, zəncirin əvvəlində 1, 2, 3, 4. Yerdə qalan 176-sı mənim nəyimdir? Adeninlə timin. Nəyim də belə bir nüstron var. Hidrogen rabitəsi bərabərdir. Ümumi nukleotidlər üstə gələk guanin. Bu da bərabərdir. Ümumi nukleotidim 180-dir. 180 üstə gələk. 1, 2. 2 dənə guaninim var. Mənim ümumi 182 hidrogen rabitəm var. İndi mənə deyir ki, qırılan və əmələ gələn bir dənə DNT molekulu qırılanda 1, 2 dənəsi əmələ gəlir, bir ildə qırılır. Cəmi 3 molekul. Ona görə də 182-ni, yəni bir molekulda 182 hidrogenim var. 3-ündə nə qədər olacaq? 182-ni də 3-ə vuranda bu deyir 546. Deməli, ikiləşmə zamanı qırılan və əmələ gələn hidrogen rabitəmin cəmi olur 546. D variantı. Plazmatik membran ekariot orqanizmi hamısında, ekariot deyəndə göbələkdə də, bitkidə də, heyvanda da 3-ündə rast gəlinəcək. Bu delədir C bəndi. Bir hüceyrədə ribosom orqanoidin aktivliyinin artması. Aktivlik artanda deyir nəyin azalmasına səbəb olacaq? Amin turşu azalacaq 1, ferment dəyişməyəcək, suyun miqdarı artacaq, ATF-in miqdarı azalacaq. 1-dən 4, bu delədir B variantı. Deyir qametində 3 atom xromosomu olan bir məməli heyvanın 3 atomdursa, deməli bir dənə cinsinə çıxıb. Üzəriniz 3-ün üstünə 1 gəlirəm, deməli qametində 4 dənə xromosom olub. Bir məməli heyvan hüceyrəsinin meyoz bölünməsinin metafaza bir mərhələsinə uyğun sxema hansıdır? Əlbəttə ki, 4 dənə xromosomum var. Meyoz bölünmənin metafaza birində də, bunun eni 4-dür də. Metafaza birində 2N 4C xromosom olur. 2-nin yerinə 4 qoyanda 8. 8 dənə xromosomu var. Baxıram, A variantını elə baxın, 8 xromosom var və xromosomların hərəsinə bir dənə vətər teri birləşib. Bu da elədir A variantı. 37. Cədvələ əsasən N plus M-i tapın. Buna uyğun bir dənə də sual var idi buralarda. Deyir, böyümə mərhələsində ilkin cinsiyyət hüceyrənin sayı
Baxıram, toxumluğum x-dirsə, başlanğıc hüceyrədən 4 dəfə çoxda qamit yaranır. Deməli, enim olur 4x. Yumurtalığım elə 2x-dirsə, başlanğıc hüceyrə sayda qamit yaranır. Yumurtalığımda ilə qametimdə 2x-dir. Qoyuram yerinə, n-ə tapdım 4x, m-ə tapdım 2x. Bərabərdir 60. X də bərabərdir 66-ya böləndə 10. Tapıram ki, toxumluğum da 10-dur. Yumurtalığım da 2x olduğu üçün 20-dir. Nə deyir? Deyir, x-in qiymətini hesablayın. X-in elə qiymətini hesabladım. Tapdım 10. Bu da elə də variantı. Bir DNT molekulunun kimyəvi tərkibinə daxil olan bəzi komplementlərin miqdarı verilmişdir. Verilənlərdən hansı bu molekulda hidrogen rabitənin sayını əks elətdirir? Baxıram həmkarlar. Aha. Məsələn, mən burada x-imi A verib, mən adenimi A götürsəm, onda mənim timinim də A-dır. Eləmi? Adenim A-dır, timinim də A-dır. Burada mən maddə növü Y, maddənin miqdarı Z, məndən hidrogen rabitəni soruşur. Deyir, kimyəvi tərkibə daxil olan bəzi komplementarlar verilib. Aha. Adenim A-dırsa, Y-kimi də guanin götürürəm, yaxşı. Y-im də guanin olanda 2A guaninim varsa 2A sitozinim var. Bunların ümumi nukleotidlərin cəmi eləyir 6A. Mən də bilirəm ki, hidrogen rabitə bərabərdir. Ümumi nukleotid üstə gələk guanin. Yəni Y-i guanin götürmüşəm, ikisi də adenin götürmüşəm. Ümumi nukleotid tapdım 6A, üstə gələk guanin də burada 2A-dır. Üzərinə 2A gələndə hidrogen rabitəm eləyir 8A. Deməli 3 burada düzdür. İndi yerini dəyişirəm. X-i götürürəm. Məsələn, guanin, Y-i götürürəm adenin. Əgər x-im guanindirsə, sitozinim də, yəni A-dır. Görsən, aynən işarə eləyib. Ümumi nukleotid bərabərdir. A olur guanin, üstə gələk A olur sitozin, üstə gələk 2A olur adenin, 2A olur timin. Yəni, mənim burada yenə 6A nukleotidim var. Hidrogen rabitə bərabərdir. Ümumi nukleotid üstə gələk guanin. Buradan ümumi nukleotid tapdım 6A. Guanini nə ilə işarə eləyib? Aynən. 6A üstə gələk A, bu da eləyir 7A. Deməli, mənim burada hidrogen rabitəm olacaq 2, 3. Bu da eləyir Y variantı. Cinsiyyət vəzlərinin gametogeniz mərhələsi zamanı mərhələlərdə haploid xromosomlar ola bilər. Çoxalma 2N2C. Çoxalma, böyümə, yetişmə 2N2C, böyümə 2N4C, yetişmədə bəli, meyoz keçirdiyi üçün haploid ola biləcək. Yalnız 3 yetişmə. Şəkildə təsvir edilmişdir. Baxıram ki, xaricdən buğumlanaraq bölünüb. Bölünürsə, deməli, telefaza mərhələsidir. Özü də buğumlanaraq bölünürsə, deməli, heyvan hüceyrəsidir. Heyvan hüceyrəsinin mitoz bölünməsinin telefaza mərhələsi A variantı.